darçının xərçəng əleyhinə imkanları araşdırılıb. Yeni tədqiqatlar göstərir ki, darçından alınan bioaktiv birləşmələr xərçəng hüceyrələrinin siqnal yollarını dəyişə bilər. Lakin insanlar üzərində geniş testlər aparılmadan bu təsirlər barədə dəqiq nəticə söyləmək mümkün deyil. Frontiers in Nutrition jurnalında dərc olunmuş nəzərdən keçirilmədə alimlər darçının tərkibindəki maddələrin xərçənglə əlaqəli siqnallaşma proseslərinə necə təsir etdiyini araşdırıblar. Tədqiqat darçının hüceyrə siqnalı sistemlərində NFK1 və AP1 kimi amillərə təsir göstərə biləcəyini, bu yolla iltihab, hüceyrə, sağ qalma və angiogenez kimi xərçəng inkişafında iştirak edən prosesləri yavaşlada biləcəyini göstərib. Bununla belə, yuxarı dozalarda darçında olan kumarin maddəsinin qaraciyər zəhərliliyi yaratma riski var və bu, təhlükəsizlik baxımından vacib məsələdir. Alimlər vurğulayırlar ki, darçının xərçəng qarşısını alma və ya müalicə vasitəsi kimi istifadəsi üçün hələ klinik sınaqlar və insanlarda təhlükəsizlik testləri aparılmalıdır.